Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Nerede geldin sen? Sen kamerayla niye alıpsın? Elimde kamerayla. Kamera ettim be ya. Herkes Gəliblər marketə. Nə alacaqlarını bilmirlər. Sen Biz aniden kamerayla geldi. Biz bilmirdik sizin için videoya başlayacağız. Ani oldu. sen başa çıxır. Geceyle Yenə gelmişik. sularımızı götürüp dəfəli sen maşınında. Sen bizi yola verirsen. Hətta bulkalarınızı da gecədən alın. Yo, indi özümüz üçün atışdırmalı bir şey almalıyıq axı. Səhərkilər də deyir, indi alın. Gözümüzə çox görünəcək, vicdan əzabı çəkəcək, indikiləri qoyacaq, səhər üçün Sen götürürük. öyle sen bağışlamışım onu. Biyazından biyazı olsan da. Ben yem bir müddet almış. Gözümdən bunu qaldır, bunu qaldır, bunu bu. Hala burada. Orada həqiqətən çox pis görsən də. Vəziyyətdə olur ha. Sən dərmanla düşdün o vəziyyətə. Evi top vurup Buna indi çatıb. Nədir sən? Mənə bax. Vurdu. Gördünüz, hamımız gördünüz. Allah'ın dostu özümə. Dayımadı Kur'an dostu. Niye yalanlar? Səni qoyardım aşağı. Atanın ufak Nə olub bilək? Əslərin dişi tərpənir, çıxmaya az qalıb. Amma çıxarma, evdə çıxardacaq deyəsən. Bəs sənin adı? Şakanı. Şakanı axtarır. Burada. Gel götürün sen. Neysin yeni yandın? Zərfət edir yəni. Kameranı sana buyururam. Deməli, nə Allah'ı atışdırmaq? Qoy uşaqlarla uzaq. Zeytin mi bu? Yox, yox. Petit prunis. Və bildim bu deyil şakı 3 manat 50 qəpiyə. Cavalı. 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 Gel arabanı gör. Jakobu it burnu da. Zaval diyor. Git buraya. Adı nədir onun? Adını yaddan çıxartdı. Sana bir sen neydi sen? Nə deyir? Kokos değil mi? Kokos değil. Yok. Yo. Ben mangolu yemişim. Bounty. Mangolu Bounty də var. Bu məndən elə qorxur, elə bil mən bunu döyürəm. Allah'ın dostu bu məni döyür dostlar. Quran'ın dostu. Valla bu məni döyür. Ay da bunu siz elədiniz belə. Hansınız edin? Niye gündədə olsun? Onlar şəhərcilik, mağazı rəhbərcilik soruşmağa. Uşaqlar belə baxırdılar avokoda. Elə bildim hansı sevdiğini. Ya eləyirlərsə alın ona görə. Dayanayla. Alma istəyir deyə eləyiblər demək. Ya Allah'ın dostu. Mən öz uşaqlarımı niyə şəhərdiyim? Səhsiz axqabay hamımız. Alman bizi eləyərdi ki, ya uç algını tırdı. Yəni ona eləyə biləcək potansiyəldədirlər deyə deyirlər məncə. Marajına götürür. Bəlkə marajlı. Ayda. Hazır suplardan da məhrum qalmışdır. Şəhriyyət də qoymuyor. Hə. Olur. Yalanı anlatmayın. Normal Yəni marajna da olardı. Göstər Nadirə. Nədir? Hangi ben olur? Oreo'nun marajasını çox bəyəndim. Kesə bayırlar yəni, inansız. Küpürdə sətmə marajanı aldım. O kız beğenmez mi? Başdım yarama. O kız Edith Zabına var. Bile bile okuyor dosya inanmayın. Yalansa sənin zatına nəhlət. Yok. Mənim zatım yoxdur ki belə. Benim zatım qadova nəhlət yəni. Benim zatım nəhlət. Ay kız, mənim atam çevrəmdə deyim. Ay kız, mən istəmirəm. Bu, adını çəkmirəm. Bulan normalda nə olub? Ne oldu?
Yeşil giyiblər. Onun normal yoxdur axı. Tək dərdimiz o sokun əvvəlki kimi olmamasıdır. Allah başqa dərd verməsin. Mənim başqa dərdlərim var. Sakinləşdi. Hə, yenə oxudu dosa edit eləyin. Sən əlində qalacaqsan bir gün. Ay Allah. Dodağım dolğudu indi partiyacaq. Doğru patladır ama. Ay mama. Yardım et, yardım. Sən yine nə yoxlamayı fikirsən? Marojda yoxlayırlar. Çək, kamerada çək. Buranda da yoxla. Götürmə, bakın. Nə? Ağızda patlayandır. Hə. Yox, Hə? bu mən bundan götürürəm. Bir qatı sonundan götürüm. Bana baxın. Məryəm nədir? Bilirsən. Mən onu dışarı yerimə düşdüm. Uşaq cümləni təzən marojdan. Məryəmin dodan tüpürcəyinin gəldiyi yerə baxıram. Marojla yarısı Məryəmin tüpürcəyidir. Gəl istəmirəm zarafat edirəm. Allah. Rabbi mən nə edirsən? Əslində ağzını çıxardı soğudur, əslində verir. İrənmir. İneyim onu iyi görən şeydi. Girəm qara meyvəni yiyəm. Ha, qara meyvə yox, yiyəm. Onu aç baxayım. Siz iyisiniz, tam iyi dərlər. Ondan yok bundan. Onu elə bir ağrıyor, ağzına bıraxdığı dad qəşəngdir, qaymaq tamam verir. Amma birinci yerdə xoşuma gəlmir. Baxın dadı, nə sırsan. Bu necə marojna yemək? Əsl belə yiyir marojna. Şalman kifayət. Belə yedir marojna. Bu da dedi. Baxın. Məryəmlə məni ürəklərində söylə. Söyləmən nə deyim? Bax, dur. Bu. O yazıq əlində marojuna qalıb belə duyğulu. Fərqsələm. Gəl, yolsun. Yolsun su götürək. Götürək, nə götürürük? O bizimkinin normal qalmıyor bu balaca. Enerji su istəmirəm mən. Nə götürək? Ya kola götürəcəm. Kola deyəndəki o şeydən. Yəni o da enerjikdir. Ha, Onun içində o birisindən çox enerji şeyi var. 158-dir. kafein. Hə. O yaxşıdır. 158-dir, sən götür. Sən tefalva nə dolduracaqsan? Nə? Tefalva. Necə? Hə, termosuma. Ha. Bilmirəm ki. Nə götürsən termozun üçün? Siz nə götürürsünüz? Bunu sən götürürəm. Mən də səhər götürmək istəyirəm çünki mənim termosum yoxdur. Yox, alsan. Sad edits for Nadir Fərəcli. Götür. Where is Nadir Fərəcli's thermos? Where? Why didn't you buy for Nadir? Sən Nadir'in termisi yoxdur, özü üçün kola daşıyır. İç deyinci istərsin. I don't know English. Nadir üçün niyə termos almamısınız? Şok. Gözüm istəmədim orada. Şok. Əslində mən stik Orada aldırdım. Şəhriyarla Nadir üçün heç ikisi üçün də heç nə alınmadı. Şəhriyar artıq sırtıqlığına bastı ki, mən üçün də nəsə götürün. Yo, mən də əslində aldırmışam da stik aldırmışam. Hə, sən də stik olmadı. Çay götür. Mən kofe götürürəm səhər termosuna Yəni, doldururam. Nadir Sonra doldur. veririk kofe. O birisi qolbağımı tapdınız, çıxdı sizin Sənin sumkadan. qolbağın nədir? Aslında götürdüm, o birisi bir dənə qolbaq var idi, onu qoydular, yox oldu. Qolbol götür. Kofe götürmək istəyirəm. Nə, onunla itdi şaka. Get kofe götür. 2 dənə latte götürməm. Latte götür. Ay qız, o çərbəy quşa bax bir dənə, gör hara Bu da ya. gedir kofe üçün. Latte. Onu göstəremiyorum. Sən dedim termosu alacağam, içinə latteləri dolduracağam. Dedim Starbucks-dan almışam. Nəyimə lazımdır Starbucks-dan? Bir martın kofenin dadını Starbucks-da şikamaya verir. Wow, action. Bu lattedir, bax bax. Latte bilmirəm nədir deyəndən sonra deyə budur latte. Latte-ni qatışdırasan. Ona bax, latte daha dadlıdır, latte daha bahadır. Çox biliyorsunuz siz. Gedək. Hey
Hər kəsə sağla. Nasılsınız, iyi misiniz? Mənəm bu dəfə. Mənəm. Ay Rabbim, mənəm, özüm ölüm mənəm. Ancaq sən də mənsən. Yaxşı, sənsən. Bir dənə arxadakı şeyin mənzərəni çəkin. Gözləydə yaradılan şəraitə baxın. Reklamdır abi, mən neyim? Burax da reklamı. Hə, Zeydə yaradılan şəraitə baxın arkadaşlar. Leyla'ya. Aslında qalıb ciddi baxır. Öyrənəmirəm. Deməli dostlar, Zeyd ağlamasın deyə arxa ekranda çipki film. Deyəcəksiniz ki, Ofeliya, sən uşağa televizor, telefon, ekran göstərməyəcəkdin. Umarım Zeyd kimi həyasız bir uşağınız olmaz və məni heç vaxt anlamaq məcburiyyətində qalmazsınız. Bəzən kritik anlarda məcburam, yapacaq bir şey yox. Mən də istəməzdim belə olsun. Nəysə, deməli, hara gedirik Şakami? Biz Bakıya. Bakıya gedirik dostlar. Bugün Rabiənin dişlərini baxdırmaya gedirik. Rabiənin qabaq dişində plomb var. O düşüb arkadaşlar. Bu insan evladı onsuz da Nuri Camalını bizə zorla göstərdi. Plomblu dişin plombu düşəndən sonra vəbşə gülmür. Yəni sizin qarşınızda. Utanır da normal olaraq. Mənim də dişim düşsə ortası mən də utanarım. O da onu düzəldirik. Rabiəni eski güzəlliyinə geri qaytarırıq. Söz desən mırıq diş də qəşəksən. Amma özümə görə geri qaytarırıq yəni. Ben seni her halinde beğeniyorum. Neyse. Sonra arkadaşlar size bir sürprizim var ama ne olduğunu demeyeceğim. Hiç kəs də deməsin. Mən deyirəm ama dostlar. Yəni başladı. Sizi gecikdirir, mən deyim sizə. Hindi hünərim var dinə. Deyir ama. Neyse dostlar, size bir sürprizim var. Məndən çoxdan da istədiyiniz, gözlədiyiniz bir video olacaq. Ya bu part da olacaq, ya növbəti part da olacaq. Amma o videonu çəkmək üçün gedirik Bakıya. Uzun sözün qısası. Baxma gəlir gecə. Tayrami gəlir bugün. Gerçi onu da unutmuşam. Kaynatam geliyor arkadaşlar. Kaynatmaya geliyor. Deməli, Şəhriyar pide çörəyi alıb. Çox dadlı çörəkdir bu. Aşkım bunu nə üçün almışsan? Biz pintik demək istəyirsən. Yok öyle maşında dava düşüyor ama bunu hiç vermeyeceğim. Özüm lazım olanlarına özüm. Daha sonra Ya hiç benden istemez. deməli Şəhriyara dedim ki, başqa bir cipsi dedim. Dedim onu al. Mənim Krisa ərim nə var qab və endirimli olduğu üçün götürüb bundan aldım. Bu ekranda 7 manat diye. 2 dənə cips alsaydım mənə daha ucuz gələcəkdi. Özünü yandırırsan. Sonra soklar alıb bir düzlüyünə burada sok var. Elə bil yeyib içən məclisə da gəlmişik. Doğratdırmısan kalbasanı. Niyə belə iri doğrayıblar? Marketlərdə kalbasa doğrayan xanımlar və beylər nə olur bu kalbasanı razı doğrayın. Div yeməyəcək bunları. Yapmayın böyle. Yok. Nə? O deli yiyəcəkdim yox. Zürafə Məryəm. Özü div ya. Yox, bunları doğrayanda səni nəzərə alıblar da əl yekə, ayaq yekə, boy uzun, ağız yekə, üz yekə, baş yekə. Sən başın yekədir. Ben dedim ben başım alacağım. Mən başı yekədir, başım balcıdır. Arkadaşlar kalbasanın qalınlığına bakın. Böyle Allah insaf versin. Heç nə demirəm. Bu nədir? Şaka yağ alıbsan bala. Bu nədir vedrə? Ama sütətsiz çörəyin arasına kalırsan. Aşkım böyle qıttıqdı, xama qıttıqdı. Bunu turşadır. Şirin bir şey almış mısındır? Yok onu Bunu unutma, qoyduğum yeni xasiyyətimdir, yeni xarakterimdir. Mən duzlu chips yiyəndən sonra həmişə ürəyim şirin bir şey istəyir. sok içersin. Aklının bir köşesine kazı bunu, tamam mı? Şirin sok içersin. Bundan sonra bil yaxşı. Dünənki tutkuda göstərdiyin centilmenliyi bundan sonra bu mövzuda da gözləyirəm, yaxşı. Tamam mı? Tamam mı? Arkadaşlar bizim əvvəllər keçmişdə Şəhriyarın bir hərəkətimiz vardı. Görüm yadında qalıb. Yadında qalmayıb. Yok, o değil. Hə, qoyuram imzatqaya. Baxırım multika. Heç nə etmiyor. Heç nə. Xod verin, bağladım kameranı. Getdik çıxmağa.
ləzzətləri Depalda, Ofelia ailəsinin maşınında. Mənim bir dənə vidimə fasonuma baxsa. Verdirədən xama yaxıram. Sən xamalı istəyirsən də, Şəhriyar çəkdəkdən olur. Əslində xama qapağı ilə gözləyir. Yalama, sən yiysən tək onu. Evet. Biz yiyənmiyor ortadan. Tamam. Ay Allah'ım fədakar Məryəm. Fədakar Məryəm yox, hamıyla. Zarafat yerində Məryəm çürük-çürük nəşərirsən. Deməli, bir. Atılmaq. Gör Şəhriyardan mən iyrənləm. Amma bilir ki, zarafat edirəm. Hayatı bu kadar ciddiye aldım. Şu. Hazır arkadaşlar. Çipsi de sokuşturum, tıkıştırım arasına. Ya. Biraz da üstüne sürtek. Ver kapağı. Hindistan sokak Sen lezzetler. uşaqları payla. Uşaqlar yeyirlər ya aşkım, sabun Aynen, xeyir. necə yedilər? Jü hamısı çipsi qatışır, kolaya keçibləri. Sən? Mən də düzəldirəm. Özey. Zeyt telit ediyor. Özey. Özey. Əllərini Ben xana burada. Əllərini Bəyim sən? Bir adam qolunu çaşı qoyma hamaya. Gel Məryəm. Şu arkadaşlar biz getdik maşın piknik eləyə Bakıya. Bəli. Əslində yolda eləyəcəkdik, prosta geç oldu, Deyə hə. məcbur Rabişi diş həkiminə çatmırıq. Geçsiz Rabiş. Ha. Eləmə. Bəbək deyir. Evet arkadaşlar, Bakı küçelerinden hepinizi selamlıyoruz. Evet. Kasını söndür pencerəni açım, şöçəyə baxma. Konsert verə-verə, ağlaya-ağlaya, gülə-gülə, danışa-danışa, yata-yata, dura-dura gəldik, çatdıq Bakıya. İlk öncə gedəcəyimiz yer bayaq da dediyim kimi Rabiyan stomatoloqudur və həmişə olduğu kimi 20 dəqiqədə gecikirik. Görüm nə yazıb mesajıma. Gedək çataq ora. Evet arkadaşlar, yolumuza Şəhriyarsız davam edirik. Şəhriyar maşının reduktorunu, rodiklerini, nəyinsə yağını dəyişməlidir. Gedir yağ dəyişməyə, biz də gedirik 10-cu dəfə stomatoloqa. Haydi, let's go. Bu da avtokresloda qoxma aşkım. Avtokresloda qalmaq istəmədi, məcbur adam kimi qucaqda gedir. Böyük bir şey olur, böyüyüb başımızda tur çəkir bizim. Maşına dedim, bu su boğulur. Uşaqlar, əsnafdan müğayət olun. Gəlir Bakıya səsini eşidib düşəyik. Buna mı sıxır qolumu qorxur, ölüm sensin. Ha, bu kadar korkak olma ki. Ayıptı sensin. Neyse, anneciğim sen ona limaniya verme anneciğim. Gittik arkadaşlar, açarıq orada. Həmişəki kimi. Ay, şimdi bu boşluqdur, rahat çəkəcəyim. Evet arkadaşlar, size bir tane şart haberimiz var. Rabia'nın plombu... Yo, Rabia buradadır. Doktor işi bizden necə qorxsun, Rabia yoxdur. Bu Rabia'nın qabaq dişinin plombu düşüb. Olub mırıq diş. Nə danışır, nə gülür. Həyata küsüb. Çox sağ olun. Doktor, qurban olun. Bütün yol boyu Allah'a dua edib ki, o nə diyor bu şeyin adı, breker taxılsın, dişim aralanıb, 3 gündə məktəbə necə gedəcəm. Heç nə olmuyor. Heç nə olmayacaq. Bəlkə bizə şart Hələ az məsafə açılıb. Biraz genişləndirəcək. Hara getdin, Rabia? Nə geyindin? Ne giyinir o? Hə. Böyüyür hər yerdə maşallah. Çox sağ ol. Rabia'nı bekliyoruz arkadaşlar. Görək doktor nə deyəcək. Yol boyu Allah'a yalvarıb ki, dəmiri kaş çıxardaydı, breyketə keçəydik. Məktəb başlayır, orta dişlərim aralanıb. Deyirəm, valla belə də qəşəksən, inanmıram. O plombu düzəlsə dişini, şeydir, məncə belə bir görüntü kirliliyi yoxdur. Prosta utanır da. Bundan bir qorxam indi, çığırtırmasıcı. Məsafə açılır, sonra getədə O gözleri yığır indi bir dakika. Hə, Boğazını istadır. Hə, Allah'ın dostum, sən zarafat elə.
Mən görüncə baxır. Əsəblə. Sənin arxan çox ağır xəstəyinə. Yo, sən Allah. Bayaq yolda Zeydin başına telefon düşürdü arkadaşlar. Yuxudan durdum, gördüm Zeyd ağlayır, alnı qızarır, bu dalda ağlayır vicdan əzabından, hay-küy dəli falan. 2 dəqiqə yatmağımı gördüm, uşağın başında telefon, o bir uşağın da ağlayır. Mən demişdim boğazını isladır. Düz qal. Geç sən oradan verəsən. Zeyd, valla bura yox. Zoomlamışam dişini çəkirmiyim. Çəkmə dişini, evlərdə yavrum. Əli çıxma sonra, gəl buraya, Əli. Sən çəkmir, mən bala, biz bilmək istəyirik, həkim deyəcək, həkimi çəkir, sənin bir şey yoxdur. Rabia, o məsafə var ki, o gecədə bağlan açıb. Bir ay içində məktəbə qədər bağlan olacaq. Sən bari narahat olma, yaxşı? Hə, bir aya o aralanan dişlər bağlanacaq. Bəlkə daha tez. Necə? Breket qorulandan sonra. Yox, o qızına. Burada diş düşməsi üçün orada yavaşdan yıkılacaqlar. Üçləndiyə işləndir. Yox, dişi var, yox, O da breket taxmamış, özü düzələcək. Dostlar. Bəlkə də taxa bildik, taxdıq. Yəni, hələ ki, onu çıxartmağı düşünmə. Yaxşı. Hələ dəmirdəsən, Rabiyə, yapacaq bir şey yox. Əgər daha yaxşı deyil, çıxartmırıq bu dəqiqə altından. İndi, doktor, indi nə edəcəksiniz? Yox, olduğunu bəlkə deyək. Rabiyə vurur dişi bıraksınlar arkadaşlar. Bu hafta kresosun gətirin yerlərdən başqa yolu yoxdur. Mən benim sınavlıdır. Al kresos. Ay. Demişdim bu boğazını isladır indi başlayacaq. Allah'a acıq geçməsin. Arkadaşlar yorumlarda yazmayın uşağınızın bağlarınız uşaq oldu. Uşaq başqa cür yatmır. Yoxsa səhərə qədər qışqırar burada. Yəni yolumuz yoxdur, məcbur. Elə ağlayır, bir döyüblər onun nəsə. Nə stomatologda uşaq yerlətməmişdim, o da qismət oldu. Hələ haralarda yerlədəcəm, xəbərim yoxdur. Allah bilir, bir də bu bilir. Yəqin ki, planlaşdırır, falan yerə gedim, orada da qışqırır. Bir dənə akım çıxıb, uşağın şəkli, yanında da belə güzgü şeytan, uşağın başında şeytan qulaqları qışqırır, burada da ağla, öldürür. Bax, aç deyil, 100%. Hə, sancısı zad da yoxdur, mən onun üzrə baxan kimi bilirəm. Prosto üst tutub şivənliyə. Bugün yatmaq istəyir, yata bilmir gündüz olduğu üçün. O görünür. Evet arkadaşlar, Məryəm 2 dəqiqəlik devraldı. Biz bu dəqiqə necə mehribandılar, ikisi də bir-birlərindən ötürü ölürlər də, yəni getmə gözümdən, gedərəm özümdən, ay nadir deyir Məryəm ürəyində. Arkadaşlar, ay Allah, giremiyorum içəriyə. Gedək görək vəziyyət necədir içəridə. Zeyd sağ olsun, aman vermədi. Mən 2 dəqiqə burada bir baxım görüm Rabiyyənin başına nə oynaçırlar. Bir saniyə. Doktor necə gedir? Yaxşı, restavrasiyasını eləyirik. Allah, Rabiyyəni restavrasiya eləyirlər dostlar. Allah, tamir ediyorlar Rabiyyəyi. Ağrı yoxdur Rabiyyə. Qorxma, düzün dənə. Biz də çöldə əzab çəkirik. 12 kiloluq sumka yerlədirik ki, qış içindəki qışqırmasın. Ya Allah, xeyirli olsun təzə qabaq dişin. Rabişin dişi düzəldi, düşən plombu düzəldi. Bu arada bizim gəldiyimiz yer Əhmədlidə yerləşən Ident Estetikdir. Doktor Xəyələrin Instagramını da tapmaq istəsəniz öz storyimdə paylaşmışam. Hələ silinməyəcək, siz baxana qədər getdik. İndi sürpriz videonu açıqlayıram hazırsınızsa. Gedirik uşaqlara məktəb alışverişinə. Evet, nəyə görə
avqust ayı bitməmiş gedirik. Çünki hamıdan birinci biz eləməliyik ki, qoy izləyicilərimiz də görsün ki, biz nələr alırıq, onlara da kömək olsun. Ona görə biz özümüzü qurban edirik. Getdik. Evet arkadaşlar, çatdıq məktəb alışverişi eləyəcəyimiz yerə. Bu dəfə Şəhriyar yoxdur deyə vəziyyət çox gərgindir. Nəyə görə? Çünki Babeley, anladınız niyə vəziyyət çətindir? Do you understand me? Qızıma məktəb ləvazimatları almaq üçün bir an oğlumu susturmalıyam. Mübarək Zeyd. Allah'ım da həmişə belə olanda, misal üçün harasa gəndə Şəhriyarın işi olanda mən yerlədirəm, o rahat işini görür. Mənim işim olanda, yəni bizim işimiz olanda bizdə qruplaşmada qızlar bir, oğlanlar bir məsələsi. Bizim işimiz olanda da Şəhriyar yerlədir, biz rahat işimizi görürük. İndi Şəhriyar yoxdur, mən gəlmişəm məktəb alışverişinə, tərslikdən də bu yol boyu yatıb, yuxudan da doymayıb, nə yatmaq istəyir, nə də ayıq qalmaq istəyir, nə yatacaq qədər yorğundur, nə də oyaq qalacaq qədər ayıqdır. Həm yuxusu var, həm də yoxdur. Şamı xasiyyətə baxmaq istəyir. Televizorda da baxmaq istəmir, orada baxırdı da. Baxmaq istəyir. Əsnat, səni saldım qabağa. Arkadaşlar, əllərimin içinə baxın. Eləsin, içərdən. Şeydir, harada rahatsa sizi orada yerlədin. İstəyirsiniz içəridə yerlədin, aşağıda boş bir yer tapın, yerlədin. Səni saldım qabağa. Keçən il daş kağıt makasla birinci seçilən alışveriş eləmişdi. Bu il dedim ki, yumruğumu vurdum masaya. Dedim, bu il Əsnat birinci başlayacaq məktəb alışverişinə. Həyəcanlısan? Nələr almağı düşünürsən? Deməli dostlar, bizim hər il, demək olar ki 3 ildir dalbadal məktəb alışverişi elədiyimiz yer Əhmədlidə baxın, premium el mağazasıdır. Nadir, burada qadın düşdü, kəsəsən yaxşı. Əhmədlidə baxın, premium el mağazasıdır. Biz hər il məktəb alışverişimizi buradan eləyirik. Çöldəki 07'lər dayanmırlar, ona görə girdik içəri. Arkadaşlar, buranı kimlər xatırlayır? Baxın mağazanın böyüklüyünə. İndi buranı yaracağızdır arkadaşlar. Getdik. Deməli dostlar, bunlar ücə eşməklərə başlayıblar. Hanı tapdığın çörək sukuşi? Onu deyim ki, bura sukuşi cənnətidir. Burada bir sən nə qədər sukuşi görürəm. Bir dənə qutu alırım. Bir dənə qutu mu? Bir dənə də yox, bir qutu. İştahım böyle. Birinci lazımlı şeyləri alaq bitirək. Məktəbdən çox xoşum gəlir. Arkadaşlar, sukuşiyə baxın. Deməli, şirniyyat sukuşidir bu. Şirniyyat sukuşisi və bildiyiniz şirin çörək iyi gəlir bundan. Mən burada cənnət Çox qəribədir. Deməli dostlar, baxın burada məktəb üçün mağaza lazım olan ləvazimatlar siyahısı qoyub. Bunun şəklini çəkirik, biz də bundan bir də alışverişimizi eləyirik. Onu deyim ki, arkadaşlar, Kore sukuşilər var burada. Buna bax. Yan da bir. Ay qız deyən lazımlı şeylər, sonra sukuşi. Bir dənə gilə icazə verəcəm. Bu nədir? Pendir sukuşi. Aslında Baxın. eləmə. Oha, nə qəşəng şeylər var burada. Sonra buna baxın arkadaşlar. Necə maraqlı slayımlar var. Allahım. Mən yekə eşək məktəb ləvazimatlarına keçə bilmirəm. Bu yazıq uşaqlar necə eləsin? Getdik. Birinci başlayırıq penaldan. Özün üçün məktəbə qələm qabı seçməlisən. Mən də baxıram səndən bir yerdə. Evet arkadaşlar, şu an baxırıq. Nə seçə bilərik? Məndən çox Elə bir şey olsun məncə. Çox yekə götürmə məncə. Hə, yəni çox iri bir şey olmasın. Hamısına bax, gör nə buydu. Bütün divar qələm qablardır. Mən nə boyum? Hər şeyə bax. O vaxt mənim o qələm qabı idi. Hə, keçən il aldığımız qələm qabı da burada var arkadaşlar. Hə, burada da var, belələri də var. Bu tipdə. Arkadaşlar, qoy Əsnat seçsin. Hə, gözlə baxaq. Arkadaşlar, French fries formasında qələm qabı. Marojna formasında qələm qabı. Bu French friesdən xoşum gəldi. Kartoş götür yersə məktəbdə ac olanda. Bu da qəşəngdir ya. Bu da çox maraqlıdır. Balaca qələm qabı götür dedikdən sonra mən. Baxın arkadaşlar, nə boyda iri zamoku var. Yenə sukuşi. Burada hara əlimizi vururuq sukuşidir arkadaşlar. O vaxt mən də Bunların şeylərinə bax, əsi.
zamoklarının yekəliyinə çox qeyri-adidir. Bunlar Sonra bax yuxarıda Kore stili qələm qablar da var. mən istəyirəm ki, Qoy kömək eləyim sənə. Nə istəsən dinən. qara olsun. De qranan olsun. Sən bəbəsən, 10 yaşın var sən. Rəngarəng bir şey götür. Qara nədir isiyə? Kore modi. Rabiyə götürsün qaranı. Kore. İçi qaralı Nə olsa. adı Kore? Kore stili. Kore istedim. Kore stili, Kore. O tərəfdə də var, bax. Dostlar, Əsnatın qələm qabısını seçib gəlirik. Bu da burada eşələnir. Bəs də az eşələn. Aa. O bizim mən bunlardan. Hə, gəl biraz baxaq. Baxın, belə bir şey bəyəndik, dostlar. Sadə və şirin. Sonra o sizin yaşınız uyğun deyə Əsnata cıvıl-cıvıl şeylər. Siz Əsnatın yaşında olanda burada pəmbələri dağıdırdınız. Qoyun Əsnat da öz yaşına uyğun yaşasın. Hanı? Ay, bu çox qəşəngdir əsi. Tam sənlik. Bu məncə. Daha qəşəngini görsək dəyişib daha qəşəngini götürərik. Bu mən gətirdim. Tamam. Səsimin budur. Bunları görübsən əsi, uşağı seçmə salacağım indi. Buna bax, çanta formasında. Buna bax, pəmbiş qarası da var, bax. Pəmiş qarasını götürüm. Aa, bu da qəşəngdir, kurbağa. Qarasını götürüm. Bu da Qarasını qəşəngdir. götürüm. Gözlə Məryəm. Gəl bizə kömək elə seçməyə. Kore. Mavi elə biləm hamısından qəşəng deyə. Bu olsun. Hətta. Civcivdən vazgeçdik. Həm onda gözüm qalıb, həm bunda. Arkadaşlar, indi gedirik çanta bölməsinə, dostlar. Aa, burada seç şəklində də var. Amma məncə elə bizim seçdiyimiz çox qeyri-adidir. Bilirsiniz, əslində başqa türdə seçmək olardı. Mən xoşlayıram ki, mənim çocuklarımda belə ən qeyri-adi şeylər olsun da, başa düşürsünüz, heç yerdə tapılmayan, hava ata biləcəkləri bir şeylər. Ona görə o tipdə seçdim. İndi gedirik çanta seçiminə. Evet arkadaşlar, şu an çantaları görüyorsunuz. Qəşəng sumkalar var bu ildə. Hansı? Əsi, buna bax, gör nə qəşəngdir. Prosta sən tez, salam, necəsiz? Əsnat özü də bir şey tapıb. Oha, bu da çox qəşəngdir, Əsi. Çox afillidir. Bax, bunu yadında saxla, bu qəşəngdir. Soram. Çox ümumiyyətcə gözəl çantalar var arkadaşlar, maraqlı belə qeyri-adi. Hə, bu bantikli qəşəngdir. Bunun pəmbişi də qəşəngdir. Qarası da var belə. Tavşanlar hansı götürüm? Mən deyərdim ki, qara götür. Çünki tez çirkləndirsiniz. Bilməm, toz ləkəsi yuyanda da getmir, çox qəribədir. Səndə keçən il nə rəng idi? Qara. Keçən il də qaraydı. De qranan da olsun. Onda bu il başqa rəng götürək, gözlə. Evet arkadaşlar, Əsad çantasını seçdi. Bunu götürdü. Bunun qiyməti hardasa 24 manatdır. Məncə Pinterest tərzi bir çantadır. Qəşəng bir seçim elədi. Səncə Məryəm? 24 manatdır. Oha, buna bax, bu nə qəşəngdir. Bunu götürəsən, çox qəşəngdir. Həqiqətən. Çox qəşəngdir. Baba sarısına. Hə, sarısı da var, amma məncə pəmbə qəşəngdəsi. Getdik. Deməli arkadaşlar, indi gedirik dəftər, ruçka, albom, bu tərz şeylər almağa. Deməli arkadaşlar, qalxırıq yuxarı mərtəbəyə. Aşağıda dəftərlər var. Postalar paçka-paçka satılır. Dedilər, eyni dəftərlər yuxarıda da var. Əgər şəkillərini özünüz seçmək istəyirsinizsə, yuxarı gedin. Tək-tək seçim yuxarıdadır. İndi gəldik yuxarıya. Deməli arkadaşlar, baxın bura. Oha, gör nə qəşəng dəftər var. Bura dəftər silindidir. İndi bir-bir Əsnad üçün seçirik dəftərləri. Həm qalın işlədəcəksən, həm nazik, həm az dili, həm riyaziyyat. 48 götür, sonra 60 idi, səhv eləmirəmsə 96 idi. Gəl bir çəkək, elə göstərək izləyicilərə. Gəlin sizə buradakı dəftərləri göstərim, dostlar, baxın. A, bu nədir? Musiqi deyəsən, hə. Deməli, baxın, belə zebralı dəftər var. Oğlanlar üçün motorlu var. Sonra baxın, belə soft dəftərlər var. Sonra baxın, belə papatyalı var. Dostlar, baxın, belə saksılı var. Bu il qəşəng dəftərlər gətiriblər. Kedili var. Avokado. Avokado. Bu da qəşəngdir. Niyə istəsən paçka ilə götürə bilərsən. Ancaq riyaziyyatdır burada. Olsun da, onsuz riyaziyyat bir dənə götürməyəsən ki, 5-6 dənə ən aşağısı. Gəl onun risunkalarına baxaq, eyni şey olmasın da, ürəyin sıxılmasın dəftərlərdən. Sonra izləyicilərə göstərin. Baxın, belə qız var. Belə sadə istərsiniz, belə sadə. Sadələri də var, baxın.
İndi gəl seçək. Arkadaşlar, Əsnatın dəftərlərini hazırsınızsa göstərirəm sizə. Deməli, hələlik çox seçmədik. Hə, soft götürdük. Hələlik çox seçmədik. Çünki dəftəri onsuz tez-tez gündəlik olaraq alırıq. Evdə də qalıb dəftərləri. Deməli, Azərbaycan dili riyaziyyat qatışıqdır. Bir dənə belə kəpənək. Gəl sən göstər. Sən göstərmək istəyirdin. Mən tuturam. Sən bir-bir verdi göstərdikləri mənə. Hə, belə tutum. Hə. Bir dənə belə adı nə deyir bunu? Elza. Elsa. Elza. Allah. Sonra ver mənə yığıram o birisi əlimdə. Ondan sonra belə Bakı stilində bir şey götürdüm. Ver mənim əlimə də, mən şey eləyirəm, sən üçün tuturam. Bu əlimə verəsən, yaxşı? Ondan sonra belə dəniz şarləsi. Mən götürdüm. Qıza bura ver. Hə. Sonra Belə qəşəng özünü götürdüm. Özünə oxşamır dostlar, yorumlarda yazın. bir dənə belə soft qəftər götürdüm. Bunu çox bəyəndim. Çox Bir dənə qəşəng. belə gül, ana xoş gəlir güllə. Gətir. Lavantalı. Bir dənə belə dəftər götürdük, soft. Aha. Bunu mən Bir dənə belə seçmişəm. güllə dəftər Papatyalı. götürdük. Papatyalı. Aha. Bir dənə o pəmbə stilin soft yaşılını götürdük. Aha. Bir dənə belə əlavə işlətməyə bir şey soft kimi bir şey götürdük. Aha. Olsa pomadalı xoşladığım bir şey götürdüm. Şəf, bunlar da dəftərlərimizdir dostlar. Əsi, belə bir şey istəyərsən, gör nə qəşəngdir. Bir dənə də əlavə onu götür. Məryəm də eşələnir arkadaşlar, nə seçsin, düşsün qaba. Gəl gedək qələmlərimizi götürək. Buradadır. Hə, rəngli. Gəl gedək normal qələmləri götürək, sonra rənglilərə. Deməli arkadaşlar, qələmlər də buradadılar. İndi Əsi üçün ən yaxşı yazılan qələmləri seçək. Ondan sonra şəkilli şükürlü şeylərə keçəcəyik. Arkadaşlar, karandaşların güzəlliyinə bakar mısınız? Necə, bundan siz üçün almışdım yadına. Ay, Əsi, bundan olmayıb bizdə. Gör nə qəşəngdir. Gözdə tut belə. Arkadaşlar, baxın, görün nə qəşəngdir. Başında da qaşı var. Onun başqa rəngi var, gör. Deha, Əsi, gör nə qəşənglər. Əsi, gör nə qəşənglər var. Əsi, hamısını götür. Hərmə rəngini. Sonra belələr də var. Bunlar çox qəşəng yazır. Bir dənə bundan götür. Bunlar qəşəng yazır. Sonra bir dənə də hansını istəsən bunlardan gözlə. Bunu qoyaq. Bunu qoyaq. Hə, qaşını istəyirsən. Bunun nə rəngini götürək? Onun nə rəngini götürək? Sən seç. Hansını istəyirsənsə onu seç. Mən də ruçka seçirəm sənin üçün. Mən mavi. Hə, götür mavi. Deməli arkadaşlar, Əsi üçün bir dənə belə qırmızı, bir dənə belə siyah, bir dənə belə lövhə markeri, 3 dənə, 4 dənə də belə göy rəngdə ruçka aldıq. O nədir? Ağardıcı. Ağardıcı arkadaşlar, baxın, görün nə maraqlı. Hansı bu getməyəndir? Gələ bunu. Markerimizi dəyişdirdik, bu elədi arkadaşlar. Getməyən idi o, səhvən deyəsən. Bu markerdir. Arkadaşlar, gəlin sizə bu bölməni göstərim. Bax, özün üçün bir dənə ağardıcı. Bu nədir? Pozandır. Əminsən? Hardan bilirsən? Yo, bu ağardıcıdır, aşkım. Bax, burada belə bir şey göstərir. Ağardıcıdır. Hə, gəl bunu. Belə şirin ağardıcı. Hə, istəyirsən, götür. Sonra bir dənə özün üçün skoç götür. Bax, aşağıda skoçlar var. Skoç götür. Lazım olur istər-istəməz. Sonra bir dənə özün üçün kley götür. Dədə baba kleyi götür. Yəni şey götürmə. Adı nədir? Belə afilli-ufillilərdən götürmə məncə. Bundan götür. İstəyirsən bundan? Hə. Softdur bu da. Kore yazıları var üstündə. Sonra Qələmlər qoydum bura. hə, pozan götür özün üçün. Gör pozanlar hardadır. Axtarıram mən də. Əsi, burada qələm yonanlar var. Gəl bura. Qələm yonan. Buna baxın arkadaşlar. Çox qəşəngdir. Əsi, gəl bunlara bax. Bax, belə qələm yonan var. Sonra bax, belə kapiparalı var Əsi. Bax, belə kapiparalı var. Sonra bax, belə var roket formasında. Sonra o nədir? Pozandır. Baxım ona. Çox qəşəngdir bu da. Bu soft şeylər. Baxım ona. Astrolojik.
Əkizlər bürcüdür deyəsən bu. Öz bürcüvü götür. Əgər götürürsənsə. Sonra bir Pati. patili pozandı. Baxım onu da. Bunu qoy ora. Arkadaşlar görün nə qəşəngdir. Oha, məncə bunu götürəsi. Həm də çoxdur. Bunu götürəsi. Göstərək ver onu izləyicilərə. Ya. Arkadaşlar baxın. Belə dəst formasında pozanlar götürdük. Hə, göstərdim onu izləyicilərə. Yonan seç özün üçün. Bunu qoyduq. Hə, yonan seç. Burada çox yonanlar var. Bu nədir? Sən göstərdin, dedim bunu götürüm. O nədir elə? Baxım ona. Sonra arkadaşlar baxın bu pozanlar da qəşəng pozurları. Pozandırsa əgər. Bunlar çox qəşəng pozurlar. Pozandır bu da. Bu nədir bəs? Pozan. Əminsən? Sürpriz pozan. İstəyirsən bundan? Götürmüşüm pozana. Keçən il Hə, bundan yaxşı. aldıq. Ata qoymadı işlətmək. Çağlısını. Ata bıçaqlarını çıxartdı. Keçən ilki tərliklərin yadındaysa bunlar. Keçən kimlərin yadındadır bu dostlar? İçində bundan vardı keçən. Hə, hələ də gəlirlər bunlardan. Sonra bunlar çox qəşəng pozanlardır. Bundan istəyərsən, Babiyədə bundan vardı. bundan istəyərsən. Amma nə qədər pozan götürmüsən? Qələm yonan götür, bizə qələm yonan. Bunlara bax, pozan. Hə, bunlar da qəşəngdir. Pozan. O yox, məncə bu qəşəngdir. Əsi qələm yonan götür əsi. Bax sonra yadından çıxacaq. Həm güzgüsü Rabiyə üçün yaxşıdır. Bu həm güzgüsüdür, həm patilidir, Da yolunda bunu bilmirsən. həm də ki, baxın buradan belə açılır arkadaşlar. Bura zibillər yığışır axı. De bu kley var da üstündə, bunun altındadır. Ölərəm sən üçün. Baxım. Avokado. Bu da qəşəngdir. Qarnına yığır özdə zibilləri. Ora bax, qələm yalandı. Çantadır. Çantanın içində hər şey pozandır. Pomadaya qədər var pozan. Hə, Əsi, seç. Arkadaşlar, Əsata deyirəm ki, bunu götürsün. Necə fikirdir? Çox şey... Şeydə oxşayır. Zeydən oxşayır. Abart, bu nə ya? Şəkilli qələmlə götürərik. Hə, götürərik. Əsas mən sənə yaxşı yazan qələmlər götürdüm. Şəkilli şükürlüləri özün seçərsən. Əsli məncə ya bunu götür, komikdir, yəni qəşəngdir. Götürdün? Hansı rəng istəyirsən? Burada müxtəlif rəngləri var, bax. Bunu görmüsünüz? O nədir? Hə, ucu çıxan pozan. Sarı. Sarı, baxım sarıya. Hə, bu da qəşəngdir. At səbətə. Tərpən o tərəfə albomları götürək. Get. Arkadaşlar, baxın albomlar var burada. Qalın götürəsi. Messil albomu neyinir o qız uşaqdır. Sən niyə mənim uşağıma ancaq soğuk nevalə şeylər gətirirsən? Qalın götürəsi. Sən çox rəsm çəkənsən çünki. Ona görə ən qalını gör hansıdırsa onu götür. Baxım neçə vərəqdir. Yox, bu da nazikdir, bu da nazikdir. 12 vərəq də olar. Ən qalını bax bir dənə. Əsi bu da ən qalını 40 vərəqdir bu. Bax 16 vərəq, 16 vərəq, 8, 16. Bu da bunlar da 40-dır bax. Pandalı var. Bax sən. Arkadaşlar baxın belə 40 vərəq albom götürdük. Sonra Bunu götürəm. xətkeş götürürsən? Hə. Gəl, xətkeş dəsti götür məncə özün üçün. Arkadaşlar baxın burada xətkeşlər var. Baxın görürsüz. Sonra belə var. Ophelia, mən bunu ala bilərəm. Ophelia. O nədir Məryəm? Bəlkə bu. Ata qoymuraq onu işlətməyə. Məncə dəst şəklində bir dənə götürür. Həm hər şeyə yarayan. Bir dənə də şəkilli şükürlü ürəyin açılsın deyə götür. Bu çox qəşəngdir. Bunu götür. Şöp, at. Buradan bitdi işiniz. Arkadaşlar buna baxın. Plan dəftəri. Ay, ən sevdiyim şeydir də bu. Həmişə sevir işlər. Mənim gündəliyim. Bu nədir? Gündəlikdir. Nə qəşəng gündəlikdir. 5-ci, 11-ci sinif. İstəyirsən belə bir gündəlik. Mən də. Görən icazə verərlər məktəbdə. Müəllimindir bunlar. Bunlar bizimdir. Hə, 5-11-ci sinif. Hadi olur da. Hə, şök götür onu. Çox qəşəng gündəlik tapdıq Əsi üçün arkadaşlar. Bitti. Yo, hələ var aşkım deyən. Bacı tapacaq sənin üçün. Deməli, iyrəncli. Hə, gəl rəngli qələm götürək. Evet arkadaşlar, nə qədər rəngli qələmlər var. 10 rəng çeşidi azdır məncə aşkım. Elə bir şey götür ki, rahat istifadə edə biləsən. İçində hər rəng olsun.
Sən düzdür, karandaşların çoxdur, üstünə gələcək bunlar. Amma elə bir şey götür. Aa. Onun üçün əlavə yonan alasan gərək. Bu qalın karandaşdır. Baxın buna. Bilmiyorum. Bu necədir görəsən? Mama yat. Yalong qəşəng markadır ya. Onlar qalındır. Lalong. Lalong, hə bu da lalongdur. French. Rənglərinə bir dənə baxaq. Oradan bir dənə bax içinə. Gör, çox rənglidir. Hə, çox rənglidir. İstəyirsən? Götür. Arkadaşlar, bu Əsi üçün bunu götürdü. İçində 24 dənə rəngi var. Qəşəng yağlı görsənirdi. Bunlar da şəkilli, şüküllüdür. Adamın fikri qalır hamısında. Evdə bloknotlarımız çoxdur, təklif eləmirəm ona görə. Arkadaşlar, təzədən siyahımıza baxıb düşürük aşağıya. Termosumuz təzədir. Ona görə termos almırıq hələ ki. Baxaq görək başqa nələr alırıq. Arkadaşlar, bu dəqiqə bu su kuşlar o qədər məşhurdur. Hara gedir adam bu su kuşları görür. Bu batır su kuşlar. Dəhşət TikTokda görürəm də mən bunları. Mən bəlkə özümə bundan götürdüm bir dənə. Sonra buna baxın, bunlar da batırdı. Mən bunu daha çox bəyəndim. Əsi, Allah'ın olsun, əl vur bir dənə buna. Çox qəşəngdir. Məni də su qışı xəstəsi elədi. Arkadaşlar, nə boyda mantı var burada? Dev mantı. Dev, hə, skoç deyiblər, rənginə baxa bilmirsən. İstəyirsən? Götürsəm burası başqalardan. Məncə, hə, daha çox şey ala bilərsən. Nə götürəsən? Bir dənə belə çikolata götür. Arkadaşlar, baxın, bizim su quşların kolalısı, fantalısı. Sonra, baxın. Belə götürəcək, belə götürəcək. Olsa bu da trenddadır. Bu da var. Bu da trenddadır. Bu da trend. Aa, bu çox qəşəngdir. Bu obisilərdən qəşəngdəsi. Da bəsdir məncə. Stop. Bir dənə götür bax. Stop, başqa şeylər də almalıyıq. Stop. Gəl. Hə, olur, niyə olmur? Əsi, şəkilli, şüküllü ruçkalar buradadır, bax. Oha, bunlara bax. Arkadaşlar, nə qəşəngdir bunlar. Belə troll şeyləri sevirəm. Gəl, bunlara da bax. Əsi, pendirin nə boydası əsnat? Uşağı şişirdirəm, dəli eləyirəm. Əsnat, nə qəşəngdir bu. Delirdim şu an. Oha, xanımlar göstərdi arkadaşlar. Çiyələyin də, moruğun da, pendirin də nə boydası var burada. Hə, götür. Arkadaşlar, Əsnat arada qalıb, pendiri də daşıdırır mənə. Deyirəm də, bu yekə pendiri götür, bir də o pəmbəni. O böyle yekə pendir götürən yerdə burada şurada. Hə, götürdü, onda ürəyin hansını istəyir, balacalardan götür. O çiyələyi qəşəngdir. Buradakı su kuşların hamısı qəşəngdir. Mən ən çox bu yağı bəyənmişəm, nə yalan deyim. O nədir? Sabundur. Sabun su kuşu. Əsil şəkilli şükürlü ruçka götürmürsən, aşkım. Mən bulamısın götürüm. Abartma məncə. Aşkım çok şey. Limitin var axı sənin. Limitini keçəcəksən. Bunu tut. Gəl şəkilli şükürlü ruçka onu da GGD götürək. Bir şey götürmürəm. Bax, yaxşı, bax. Su kuşu xəstəsi qızım. Mən də su kuşu xəstəsi eləyib. Burada farklı türlərdə mantılar da var. Mantıları anasını ağladım. Baxın. Oha, mənim bəyəndiyim su kuşunun başqa forması. Uşaqlar, Əsnat gəlmədi, amma görün burada nə qəşəng qələmlər var. Baxın, belə papatyalı, sonra papatyanın bu növləri var. Sonra, baxın, belə aşko-kuşko tərzində. Sonra, baxın, tenisli. Sonra, bu tərzdə, baxın, futbol sevənlər üçün. Daha sonra, baxın, belə çarımlı. Sonra, baxın, belə çox qəşəng kaləmlər var. Oha, kaləmə baxın, uşaqlar. Əsi, buna bəsi. Klaviaturalı ruçka. İstəyirsən? Götür. Bunun qurbağası yoxdur. Yox. Sonra arkadaşlar, buna baxın. Burgerlı, su kuşili qələm olsa Əsnat kesin onu götürəcək. Sonra belə, oha, kalemlərin başına oyun açıblar arkadaşlar. Rezinli. Çox qəşəngdir bu. Rezinli qələm. Maraqlı qələmlər var. Çox maraqlı qələmlər var. Keçən il biz bunlardan götürmüşdük kapiparalı. Kimin yadındadır dostlar? Arkadaşlar, henüz haberleri yok. Ama hepsini bitirdikten sonra ben kendim için seçmeye başlayacağımdır. Əsad bunları görüb görəsən. Arkadaşlar, mənim makyaj xəstəsi qızım. Bir saniyə göstərim sizə. Ay Allah, çıxarda bilmirəm. Lip glosslara baxın. Görsə dəli olacaq. Arkadaşlar, ümumiyyətcə
Əl kreminin maraqlılığına baxın. Sonra belə çarımlı lip glosslar var burada. Baxın, belə qəşəng əl kremlər var. Belə şeylər var, parfümlər var. Bu nədir? Bu nədir? Bu da əl kremidir. Çox qəşəngdilər. Dəli şeytan deyir, al bunlarla videolar çək. Görün nə qəşəngdilər. Superdilər. Oyda, bunları gördü. Bunları gördü. Gözü çıxdı kəlləsinə. Of, bunlar çox trenddədir. Bilirəm, trenddədir. Məktəb ləvazimatları da trenddədir. Onları kim alacaq? Burada su kuşları alacaq, sonra gedəcək evə beləcək. Mən falan şeyim yox deyə, gedək marketə onu alaq da. Çox trenddədir bu. Su kuşlarının birini qoy, götür bundan. Aşkım 10 dənə su kuş almışsan da birini qoy, bundan götür. Manyak. Allahın manyakı. Hə. Oh my god. Allah, hələ bunları yaxşı ki görməyib, laf yekənə. Götürürəm. Mən sıxışlarım. İkisini qoyuram sıxışlarım, onu götürürəm. Tamam. Allah'ım Keşke neydi alsana günahım. Sıxışlarım. Aşkım 60 manatdır bu. Əminsən sən bununla cəmi bir dəfə oynayacaqsan addım kimi əminəm buna. Yəni iyi düşün. Yenə də sən bilərsən. Qoy mən baxım sənin məktəbimi sən fikirləşmirsən. Qoy mən fikirləşim, eybi yox. Papka lazımdır bax sizə. Papka götürün. Arkadaşlar baxın. Bu papkalardan lazım. Ay Allah düşlərsə onu götür. O bunun şəkilli şükürlülər də var, amma bunlar biraz balacadır. İstəyirsən bundan? Beləsini istəyirsən? Uşaqlarda olur ki, belə dəstəkmək. Hə, dosya kimi. Onlara mən rəsm çəkəcəm. Gözlə baxım. Arkadaşlar, əsl şu an qayçı seçir özü üçün. Soft götürürsənsə... Burada qayçılar lazım olur. Yox, bu qayçı. Bu qayçı deyil aşkım. Nədir? Qəşəng kəsən qayçı götür. Qəşəng, onu deyirəm də. Bunlar yaxşı kəsirlər həmişə. Bilirəm, sadədir, amma yaxşı kəsirlər. Götür. Bəyəndinsə onu götür. Sonra baxım, mən də baxım arkadaşlar. Özümə də maraqlıdır. Qəşəng qayçılar var. Evet Əsnaf, başqa istədiyin bir şey varmı? Qoy biraz saya, pulum artıq qalsa, gedim başqa bir sıxışlardan götür. Tamam, yaxşı. Arkadaşlar, Fotoğrafdan götürəlim. Əsnafın alışverişi bitdi. Oha, çox qəşəngdir bu. Arkadaşlar, şuna bakar mısınız? Məktəbdə götürürsən, post verirsən. Çox qəşəngdir həqiqətən. Bu arada siz də öz termoslarınızı belə qaşlı yığa bilərsiniz, bilirsiniz də. Gedək. Prosta əziyyət tələb Gedək edir. Seydirək Hə, görmək gedək üçün Seydirək görə nə alışverişə. qədər elədi Əsnafın alışverişi. Arkadaşlar, Əsnaf bunu da götürüb. Mən biraz da olsa Əsnafı tanıyıramsa, bunu mənim üçün götürüb və icazə vermirəm bunu götürməyə. Olmaz, mənə görə götürmüşəm. Yox, Mən istəmirəm, mən istəsəm özüm alaram. Dəqiq. Heç inanmadım sənə. Qurban olsun. Yaxşı, tamam. Qırbağasın. Arkadaşlar, Əsnaf bir anda Sıxına. bundan götürdü sumkasını. Ay Allah, Əsnaf. Bir su kuşu, 2 su kuşu, 3 su kuşu, 4 su kuşu. Əsnaf. Hələ orada da var Bir dənə də Əsnaf. var. Manyak mısın sən? Hə. Deməli, oy bir saniyə. İstəmədi başlamaq. Deməli, arkadaşlar, Əsnafın limiti tamı-tamına doldu. Hər şeyi də aldı. Hətta əlavə olaraq məktəb alışverişinə əlavə nə qədər də su kuş aldı özünə. Bizim evdə keçən ildən qalan da məktəb ləvazimatlarımızı da birləşdirəndə bayağı bir Əsnafın məktəb üçün əşyası olmuş oldu. Əsnafın alışverişi ilə videonu burada sonlandırıram. Rabiyə ilə Məryəmin alışverişinə növbəti videoda baxarsınız. Videonu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmayı unutmayın. Rabiyə ilə Məryəmin alışverişi, bir də mənim buradan alacaqlarım növbəti videoda gələcək.